Yasamal rayonunda 20 yanvar metrosuna piyada 2 dəqiqəlik məsafədə Melisa Parkın ASB layihəsində 2 otaqlı, ideal təmirli bir mənzil təcili olaraq satışa çıxarılıb. Salam dəyərli izləyicilər, hər vaxtınız xeyir olsun. Paylaşımlarımızı bəyənib səhifəmizi takib etməyi unutmayın ki, satışa çıxarılan və yaxud da icarəyə verilən daşınmaz əmlaklar haqqında təcili, tam və ətraflı məlumatınız olsun. Videomuzu sona dək izləyin ki, sonda qiyməti bildirəcəyəm. Dəyərli izləyicilər, hal-hazırda sizə təqdim etdiyim daşınmaz əmlak bina evidir. Yerləşir Yasamal rayonunda Həsən bəy Zərdabi prospektində. Əvvəldə də bildirdiyim kimi 20 yanvar metrosuna piyada 2 dəqiqəlik məsafədə Melisa Parkın ASB layihəsində hündür mərtəbəli binada ümumi sahəsi 84 kvadrat olan qanuni 2 otaqlı, tam təmirli və bu mənzil, onu xatırladım ki, mənzil əşyaları ilə birlikdə satılır. Mənzilin sənədi kupcadır. Qazı, suyu, işığı daimidir. Lifləri işlək vəziyyətdədir. Mənzil tam təmirlidir. Binanın yerləşdiyi ərazi ilk öncə də bildirdiyim kimi 20 yanvar metrosuna yaxın olduğu üçün bu ərazidə olan bütün yaşayış obyektlərinə və bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Əgər sizin də satmaq istədiyiniz və yaxud icarəyə vermək istədiyiniz daşınmaz əmlakınız varsa, bölgəsindən asılı olmayaraq daşınmaz əmlakınızın şəkil və videolarını çəkib bizə göndərirsiniz və yaxud da zəng edirsiniz. Biz özümüz gəlib çəkiliş edib özümüzə məxsus olan TikTok və YouTube səhifəmizdə sizin şəxsi telefon nömrənizlə paylaşım etməklə daha tez satışına və yaxud da icarəyə verilməsinə köməklik göstərə bilərik. Bir daha xatırladıram, bu mənzil yerləşir Yasamal rayonunda Həsən bəy Zərdabi prospektində 20 yanvar metrosuna piyada 2 dəqiqəlik məsafədə Melisa Parkın ASB layihəsində hündür mərtəbəli binada yerləşir. Ümumi sahəsi 84 kvadratdır. Tam təmirlidir. Mənzil əşyaları ilə birlikdə satılır. Mənzilin sənədi kupcadır. İpotekaya yararlıdır. Yerləşdiyi ərazi 20 yanvar metrosuna yaxın olduğu üçün bu ərazidə yerləşən bütün yaşayış obyektlərinə və bu ərazidən keçən bütün avtobus xətlərinin dayanacağına da çox yaxın bir ərazidə yerləşir. Mənzilin qiyməti 225 min manatdır. Real alıcı olduğu təqdirdə ev sahibi tərəfindən də endirim olunacaq. Bu və bu kimi daşınmaz əmlaklara sahib olmaq istəyirsinizsə və yaxud satmaq istəyirsinizsə, icarəyə verib icarəyə götürmək istəyirsinizsə 050 277 14 35 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Sağ olun, salamat qalın. Digər videolarımızda görüşmək ümidi ilə hələlik.